Konjunktivit gözün ön hissəsinin, həmçinin göz qapaqlarının daxili hissəsini örtən konjunktiva adlı nazik qatın iltihabı nəticəsində yaranır. Daha çox rast gəldiyimiz infeksion və qeyri-infeksion mənşəli konjunktivitlərdir. İnfeksion mənşəli konjunktivitlər dedikdə virusların, bakteriyaların təsiri nəticəsində yaranan konjunktivitlər nəzərdə tutulur. Qeyri-infeksion mənşəli konjunktivitlər isə daha çox allergik faktorlar nəticəsində, məsələn, heyvan tükü, toz təsirindən yarana bilər. Həmçinin kimyəvi maddələrdən istifadə zamanında allergik konjunktivitlərə rast gəlirik. Bundan başqa uzun müddətli ekrana baxanlarda da bu tip hallarda rastlaşmaq mümkündür. Konjunktivitlərin müalicəsi öz başına aparılmamalıdır. İlk növbədə göz həkiminin konsultasiyasından keçmək lazımdır. Əgər müalicə olunmazsa, vaxtında göz damcıları təyin edilməzsə, onda buynuz qişanın zədələnməsi ola bilər ki, bu zamanda görmənin əvvəlcə qismən, daha sonra isə görmənin tamamilə itirilməsi baş verə bilər. Bu xəstəliklə xəstələnməmək üçün əlləri tez-tez yumaq lazımdır. Gözlərimizə çirkli əllərlə toxunmaq olmaz. Bundan başqa, başqasının dəsmalı yaxud kosmetikasından istifadə olunmamalıdır. Əgər pasiyentlər gözlərində qızartı, qaşınma, yanma, irinli ifrazat, işıqdan qorxma kimi hallar hiss edirlərsə, mütləq şəkildə göz həkiminin konsultasiyasından keçməlidirlər.